Değerli dinleyenler, programımızın qonağı Güney Azərbaycan Milli Oyanış Hərəkatı GAMUH təşkilatından Ali Rza Abdullahi ilə İranda cərəyan edən kütləvi etirazları, GAMUH'un münasibətini danışacaq. Ali Rza bəy, GAMUH'un dəyərləndirməsi nədir bu etirazlara görə? Bildiyiniz üzərə yaxlaşıq 7-8 gün öncədən İranda bir kütləvi etirazlar başlayır. Məşhəd şəhərindən bu etirazlar başlayır və yavaş-yavaş bu İranın bir çox bölgələrinə də sıçrayır. Bu ilk gündə başlayan məsələ aldığımız xəbərlər əsasında sanki İranın öz hakimiyyətinin içərisində olan bir ixtilaf məsələsi kimi İranın mühafizəkar qismi reformistlərə bir zərər vursun deyə, onlara oradan bir baskı gəlsin deyə bir məhdud şəkildə eyləmlər kimi başlayır. Amma bir müddət sonra bu eyləmlər kontroldan çıxır və yavaş-yavaş hakimiyyətin bütününün əleyhinə bir şüarlar, sloqanlar atılır və gördüyümüz üzərə hətta İranın dini lideri Xameneiyə qarşı belə sloqanlar atılır. Bizim rəsmi bir bəyanatımız oldu. Əslində bu rəsmi bəyanatın məsələ çox da önəmli idi. Genel Başkanımız, Sayın Genel Başkanımız Dr. Çehriqanlının rəsmi sayfasından, Facebook sayfasından elan olundu. Biz bu məsələni bilirik, amma bu məsələ Güney Azərbaycan Türk millətinin sorunu deyil və qurtuluşu da deyil. Tamam, biz zülmə qarşıyıq, İranda istibdad var, İranda bizdə də hakimiyyətə qarşıyıq. Amma bu hərəkətin sonu Güney Azərbaycan millətinə xeyir verən bir hərəkət deyil. Bu yüzden biz qatılmamamızı çox net şəkildə elan elədik. Bu bizim rəsmi görüşümüz idi. GAMUH'un rəsmi mövqeyi bu etirazlara qatılmamaqdır. Amma etirazlara münasibət necədir? Yəni o etirazların qatılmamaqla bərabər GAMUH'un o etirazlarla bağlı bir münasibəti varmı? Elə həman yazıda biz bunu da bəlli elədik. Orada bir zülmə qarşı bir üsyan var. Biz mənəvi olaraq protestoları dəstəkləyirik. Mənəvi olaraq necə dəstəkləyirik? Bir tərəf bir zalim hakimiyyət var, bir tərəfdə bir millət var və bir millətin o hakimiyyətə qarşı səsi var. Bizim mənəvi dediyimizdə, yəni biz fiziksel olaraq, millət olaraq bu protestolara qatılmayacaq, yəni sokağa, xiyabana çıxmayacaq. Amma bilirik o zülmü və beləliklə həm sizdən himayətimiz mənəvidir, zülmə qarşısınız, haqlısınız, düzsüz. Amma biz qatılmamamızı belə göstərdik və bildiyiniz kimi Güney Azərbaycanda da bu məsələ, yəni millət tərəfindən də belə alındı. Yəni mənəvi dəstək deyirsiniz vardır. Burada geçmişdə olanlarla, yəni 2009-cu ildə misal üçün İranda seçki saxtakarlığı məsələsi ortaya çıxdı. Yaşıl hərəkat dedikləri islahatçılar etiraz etdilər. Küçələrdə kütləvi etirazlar oldu. O zaman İran Azərbaycanında belə bir görüş oldu ki, bu iki cənahın, iki qrupun arasındakı bir davadır, biz buna qatılmarıq. İndiki tablo fərqli dəyərləndirilir, eləmi? Doğrudur. Yəni o zaman rəsmən hakimiyyətin iki qanatında olan bir ixtilaf məsələsi idi və Güney Azərbaycanda heç o məsələlərə, yaşıl hərəkatı məsələlərinə qatılmadı. Burada amma ilk başlanğıcda hakimiyyətin yenə də öz içində olan bir ixtilaf, yəni məhdud şəkildə bir ixtilaf olsaydı da, bu onların kontrolundan çıxdı. Artıq o bölgədə İran ölkəsində olan, özəlliklə Fars coğrafiyasında olan millətin, yəni əslində millət kontrolu aldı. Və bir millətin bir rejimə qarşı ayaqlanması olduğu üçün o açıdan biz bu məsələyi mənəvi olaraq dəstəklədik. Ümumiyyətlə təşkilatların, başqa təşkilatların mövqeyi GAMUH'a yaxın mövqe varmı, yoxsa GAMUH'un fərqli mövqeyi var burada? Bildiyim qədər belə oldu. GAMUH dışında təşkilatların hamısı milləti sokaqlara çağırdılar. Yəni Güney Azərbaycan çapında çağırdılar. Bir təkcə GAMUH olaraq mənim bildiyim qədər belə oldu ki, bir GAMUH idi ki, milləti bu davanı, bu savaşı, bu ayıqlanmanı Türk millətinin nəfinə olaraq görmədi və millətdən istəmədi ki, millət eşiyə çıxalım. Amma bildiyimiz təşkilatlar, başqa bizim Güney Azərbaycan təşkilatları mən bildiyim qədərilə hamısı rəsmi bəyanat da verdilər. Tək-tək bəyanat verənlər də oldu, cəmi bəyanat verənlər də oldu. Bəlli günlər bəlirlədilər də, şüarlar da bəlirlədilər də. Amma görünən tablo bu oldu ki, millət onların səsinə səs vermədi. Millət sükut, etirazını deyə bilərik,
və bu davanı Türk millətinin davası olaraq mənimsəmədi. Anlaşılan o ki, Təbriz şəhərində etirazlar olmadı. Amma başqa şəhərlərdə etirazlar oldu. Marağa kimi, Urmiya kimi, kiçik miqyasda olsa da. Siz fikir eləyirsiniz, o şəhərlərdə etirazlara qatılanlar bu təşkilatların səsinə səs verdilər, Təbriz vermədi, yoxsa bunların heç biri bu təşkilatların çağırışı ilə əlaqəli olan bir şey deyildi? Baxın, Əli Rza bəy, biz cəmoq olaraq məsələyə belə baxırıq. Yəni bir Güney Azərbaycanda təşkil tapmış ilk və ən böyük təşkilat olaraq məsələni belə dəyərləndiririk zaman çərçivəsində. Baxınız, bizim qatıldığımız, şirkət elədiyimiz, dəvət elədiyimiz hərəkətlər var. O cümlədən Babək qalası yürüyüşləri. Yəni tək biz deyil, o zamanki cəvridə dəvət olunur Güney Azərbaycan millətçilər tərəfindən və milyonu insan, yəni 100 minlər insan, milyona yaxın insan Babək qalasında huzurları olur. Kilometrlərcə insan göz işlədiyi qədər insanlar Güney Azərbaycan aktivistlərinin dəvətinə cavab verirlər. 2006-da baxırıq, may olaylarında yenə də Güney Azərbaycan milli təşkilatları, aktivistləri bir dəvət verir və milyonu insanlar və tamam şəhərlərdə olur. Böyük və bala şəhərlərdə. Gəlirik, baxırıq ki, 2015-də İran televizyonunun o Fitila proqramında fırça türklərə qarşı bir ehanət proqramında gənə də Güney Azərbaycan biz özümüz, yəni bu işi birə-bir başladıq, bizə qatılan başqa təşkilatlar da oldu və görürük ki, böyük şəhərlərdə 100 minlər insan gəldi. Hətta bu məsələ ilk olaraq Tehranda da sıçradı. Yəni o məsələdə Tehranda belə etirazlar oldu. Biz çağırış və o çağırışa icabəti belə baxırıq. İndi ola bilər, bu son olaylarda mən də bunu eşitdim. Dedilər ki, bilməm Zəncanda, Xoyda, Yaxarda çıxışlar olub. Tabii ki, o şəhərlərdə bilməm başqa etniklər də ola bilər. O etniklərdən öyrəncilər də ola bilər. Bilməm 50 nəfər çıxar, ona 100 nəfər tamaşaçı da gedə bilər. Yəni bizim qəsd elədiyimiz bu məncə biz deyək ki, Təbriz qatılmadı, amma Təbrizin hamısı, Azərbaycanın hamısı Təbriz deyil. Bu həm Təbrizə və həm Azərbaycana biraz sayğısızlıqdır, yəni küçümsəməkdir. Təbriz və Azərbaycan və onun siyasi təşkilatları və aktivistləri bir məsələyə əgər qatılırsa, yəni onun ağırlığı qədər, onun dəyəri qədər də cavab almalıdırlar. Biz çağırışlara və ona icabətlərə belə baxırıq. Yəni 100 minlər və milyonu indi. Yəni siz deyirsiniz, misal üçün Marağa kimi şəhərdə, Ərdəbildə, Zəncanda, Urmiyədə qatılanlar varsa, bunlar böyük ehtimal deyirsiniz başqa şəhərlərdən gəliblər. Hətta bizim elə Azərbaycan türklərimiz də ola bilərlər. Yəni orada hər kəs ki bizi bəyənmir. Orada hər kəs Güney Azərbaycan düşüncəsində də deyil, məsələyə belə də baxmır. Yəni bizi bəyənməyənlər də var, bizim səsimizi eşitməyənlər də var. Bilməm elə bizim toplumda şahçı da var, bilməm solçu da var, mücahid də var. Biz bunu iddia eləmirik ki, hər kəs hamı %100 bizimlə fikir birdir. Biz bunu deyirik ki, Güney Azərbaycan, yəni sabiqə və bu tarixçə etibarı ilə baxanda bizim çağırışlar belə olub. Bizim çağırışlarda milyonlar insan gəlir. Bunu biz bir iddia olaraq, bir abartılı şəkildə olaraq demirik. Fikir eləyirsiniz, mərkəzlə İran Azərbaycanında ya elə türklərin yaşadığı digər bölgələri nəzərə alaraq fərqli bir durum varmı? Çünki bu etirazların hər hansı bir təşkilatın tərəfindən yönləndirilmədiyi görünür. Hər hansı bir rəhbərlik yoxdur. Orada təşkilatların rolu yoxdur, amma Azərbaycanda təşkilatlar mı hər şeyi təyin edir? Misal üçün, sizcə Azərbaycanda siyasi təşkilatların orqanizə etmək gücü digər bölgələrdən daha mı çoxdur? Bu məsələyə, bu suala mən belə cavab verim. Düzdür, mən işarə elədiyim kimi bu hərəkət və bu ayaqlanma qərar deyildi İranın hər yerinə sıçraya. Bu Məşhəddə məhdud şəkildə başlayan bir hərəkət idi, amma kontroldan çıxdı. İndi bəlli bir təşkilat, fars təşkilatları bunu başlatmadı deyə ola bilər, amma bilirsiniz İranda son zamanlarda bu sanal aləminin yaratdığı fürsətlər var.
o cümlədən İranda indi ən geniş yaygın olan Telegram var. Bu məsələ Məşəddən çıxmaq həman Telegram vasitəsilə bəlli bir qruplar, yəni siz hesablayın, bir Telegram kanalı var. 1 milyon nəfər ona qatılan, onu izləyən insanlar var. Və oradan xəbərlər paylaşılır. Tamam, orada bir hezb və ya təşkilat deyil, amma həmən bir dənə müxalif və opozisyon kanal gəlir bu işi mənimsəyir, xəbər verir və hamıdan istəyir ki, millət eşiyə gəlsin. Bu bəlli bir dediyim kimi hezb, parti falan deyil, amma yenə də bir yönləndirmə sistemi və metodu var. Yəni doğrudur. İşarə edirsiniz, misal üçün Ahmet News adında bir 1 milyondan artıq üzvü olan xüsusilə kanalın çox aktiv olduğunu deyirlər. Doğrudur. Və onlar kontrolu ələ aldılar və tepki də ona qarşı oldu. Yəni İran hakimiyyəti də həmən o kanalı filtr eləyib, bilməm Telegramın mərkəzi ofisinə müraciət edir ki, bunlar insanları qışqırdır və o kanalı bağladılar. Onlar yəni biraz da axsaqlıq da oldu. Görürsüz, yəni bir yönləndirici bir orqanizə edən də bir qrup da oldu bu işdə. Amma Güney Azərbaycan məsələsinə gəldiyimizdə biz illərdir yolumuzu onlardan ayırmışıq və bizim millətimiz də bunu yaxşı algılayıb, bilir ki, mərkəzdə olan hərəkətlər bunu 2009-da da göstərdi və bu ildə biz buna şahid olduq. Millətimiz tamamilə yolunu mərkəzdən ayırıb, bilir onların bir şey ki, onlara xeyri var, ola bilər bizə zərərli olar. Və bizim yolumuzun sonu da bir olmaya bilər. Siz bilirsiniz, bu olaydan həmən bir gün və ya 2 gün öncə Tehranda bir spor, bir futbol maçında spor ki, gərək insanlığın, bilməm, dostluğun, barışın simvolu olar. Orada Fars Persepolis takımının tərəfdarları oyunun başında çox həqarət edici Türklərə qarşı nifrət yağdırırlar. Biz bunu görürük. Bunun İran rəsmiləri də buna etiraz eləmir və üzr istəmir. İranın aydınları da, İranın opozisyonu da. Yəni orada bir millətə qarşı təhqir var, amma biz bunun onların tərəfindən, hətta onların aydınları tərəfindən belə bu məsələyə tepki görmürük. İndi necə ola bilər? Yəni bizim millət o qədər oyanmış və bizim millət o qədər məsələləri yaxşı təhlil və analiz eləyə bilir ki, qarşısında bir başqa millət görür, o millətin nə qədər bizim xalqa nifrətini və aşağılayıcı baxışını da bilir. Tabii olaraq bizdə tepkilər də fərqli olur. Dini hakimiyyətdən çıxıb başqa bir, yəni fərq olmayacaq. Yəni aynı metod davam edəcək. Bu yüzden düşündüyümüz buydu. Bu əsasda da qərar verdik. O hərəkətə qatılmadıq və Güney Azərbaycan səssizliyi ilə həm mərkəzə və həm dünyaya belə göstərdi ki, bizim də etirazımız belə ola bilər və etirazlarını belə də göstərdilər.